Salam müəllim, hər vaxt xeyir olsun. Salam, hər vaxtınız xeyir, buyurun. Mən taksi fəaliyyətinə məşğul oluram. Deməli, aeroporta getmişdim. Proqramlar orada dayandırıldı. Bolta yazdım, Yangoya yazdım. Dedilər ki, bəs aynadan müvafiq icazə almalısınız. Mən bu icazəni almaq üçün nə etməliyəm? Aeroportda işləməklə bağlı ayna tərəfindən hər hansı bir məhdudiyyət yoxdur. Taksi şirkətinə, taksi sifariş operatorunun özünə müraciət eləməlisiniz. Taksi şirkəti də yazılı şəkildə göndəribdi ki, hava limanında, beynəlxalq hava limanında xidmət göstərmək üçün aynanın müvafiq icazəsi lazımdır və bunu ayna təyin edir. İstənilən taksi minik avtomobili hava limanı istiqamətində sərnişin apara bilər. Amma hava limanından sifariş götürmək üçün proqram təminatında hava limanı bölməsi seçilməlidir. Hansı taksi şirkətinin orada işləyəcəyiniz, sifariş götürəcəyiniz operator cavabdehdir. Məsələ ilə bağlı siz avtomobillərlə bağlı taksi sifariş operatoruna müraciət eləməlisiniz. Taksi operatoruna. Müəllim, bir də təkrar edirəm də, aparmanı aparırıq. Oradan çıxışda xəttlər bağlanır. Bolta da yazmışam, Yangoya da yazmışam, 189 ilə də əlaqə saxlamışam. Deyirlər ki, yazılı var da hal-hazırda, məndə onun yazılı mətn cavab göndəriblər. Yazırlar ki, aeroportdan müştəri götürmək üçün ayna tərəfindən müvafiq icazə verilməlidir. Siz deyirsiniz ki, şirkətlər eləməlidir, şirkətlər deyir, ayna eləməlidir. Maşının buraxılış vəsiqəsi var. Maşının ili təzə, icazə vərəqəsi var, sertifikat var, fərqlənmə var, bütün sənədlər var. Mən aeroportdan, hava limanından sifariş götürə bilmirəm. Niyə? Deyir ki, aynalıqdır. Ayna da deyir ki, Bolt şirkətlərdir. Bəs yaxşı, necə, kimə müraciət edəyik biz? Məsələ ilə bağlı dediyim kimi taksi operatoruna, şirkətə müraciət edilməlidir. Siz təkrar edirsiniz eyni şeyi. Mən də sizə təkrar deyirəm ki, operator da deyir ki, taksi şirkəti operatorları da deyir ki, ayna cavabdehliyi daşıyır və ayna icazə verməlidir. İstəyirsiniz yaxınlaşım aynaya göstərim onların cavablarını sizə. Bu məsələ bizimlə əlaqəli olan bir məsələ deyil. Qardaş, kimlə əlaqədar olan məsələdir? Taksi şirkətlərinə və yaxud da taksi fəaliyyəti ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi cavabdehliyi daşımır. Sənədləri o verir, icazə vərəqəsini o verir, bütün hər bir şeyi o verir, düzdürmü? Mən də sizə müraciət eləməliyəm, də başqa kimə müraciət eləməliyəm ki? Məsələ haqqında artıq məlumat vermişəm sizə. Başqa müraciətiniz var? Müraciətim bundan ibarətdir. Xahiş edirəm, mənim tələbimi yerinə yetirin, qardaş. Təəssüf ki, köməklik göstərə bilməyəcək. Başqa müraciətiniz yoxdursa zəngi sonlandıra bilərik. Heç sonunda gedim ölkə başçısına müraciət edim də taksinə bağlı. Başqa nə edeyim ki? Əlavə müraciətiniz var? Müraciətimi dedim də, müraciətim var. Həll edə bilirsiniz? Yox. Dediyim kimi taksi şirkətinə müraciət olunmalıdır. Aynaya aid olan bir məsələ deyil bu məsələ. Bəs yaxşı, bu taksi şirkətinin mənə verdiyi cavabı kimi deyim? Özlərinə bildirməlisiniz. Tövbə, estağfurullah, nə zibilə keçmişik qardaş.